40-cı testə nəzər eləyək. Burada da göründüyü kimi dövrə eynən 39-cu testdə olduğu kimi ardıcıl dövrədir. Yəni buradan tutub açarıqsa ardıcıl şəkil alır və ardıcıl birləşmədə bilirik ki, Q'müz konstantdır. Yəni hər iki kondensatordan keçən yüklərin miqdarı bərabərdir. O zaman biz enerjinin elə bir düsturunu seçirik ki, bizə daha münasib olsun. Yəni enerji Q və S-nin olduğu düstur. Bu da bildiyimiz kimi Q kvadratı bölünsün 2S-dir. Və buradan da Q konstant olarsa W və S tərs mütənasib olur. Və tərs mütənasib o anlama gəlir ki, hansının S-si balacadırsa, onun enerjisi daha böyükdür. Və əlbəttə ki, 3 dəfə böyük olacaq. Yəni W1 bərabərdir 3W2, yəni C variantı. 41-ci testimiz. 41-ci testdə də yenə də birləşmə göründüyü kimi ardıcıl birləşmədir. Ardıcıl birləşmədə birinci kondensat növlər arasındakı gərginlik, baxın, bunun arasında olan gərginlik U olarsa, M və N nöqtəsi arasındakı ümumi gərginliyi istəyir bizdən. Biz ümumi gərginliyi ardıcıl birləşmədə bilirsiniz ki, birinci kondensatorun gərginliyi ikinci kondensatorun cəminə bərabərdir. Bunu ümumi olaraq qeyd edək ki, C1-udakı o da qarışmasın. O zaman biz buradan bilirik ki, ardıcıl birləşmədə Q'müz konstantdır. Q konstant olduğuna görə S bərabərdir Q böl U düsturundan U və S-nin tərs olduğunu görürük. Yəni S-sinin böyük olan qiymətcə böyük olan yerdə bizim gərginliyimiz kiçik olur. Yəni göründüyü kimi S2 S1-dən 4 dəfə çoxdursa, gərginliyi birincidən 4 dəfə az olmalıdır. Yəni U böl 4 olur. Artıq birincini və ikincini də hər ikisini tapdıq və ümumini tapmaq üçün toplayarıq. U1-imiz U'dur. U2-miz də U bölünsün 4'dür. Buna 1 desək, əmsal, bu da 1 üstə gələk 4'də 1, o da 1 tam 4'də 1, 4'də 5 U olacaq. Yəni A variantı. Eyni şəkildə 42-də buna bənzər testdir. Birinci kondensatorun lövhlər arasındakı gərginlik yenidən U olaraq qeyd olunur. Yenə də MN nöqtələr arasındakı gərginlik bizdən istənilir. Yenə də eyni qayda, düstur S bərabərdir Q böl U-ya görə ardıcıl birləşmədə Q konstant olduğuna görə U və S tərs mütənasibdir. Əgər S2 S1-dən 3 dəfə böyükdürsə, gərginliyi 3 dəfə kiçik olmalıdır. Yəni U böl 3 olmalıdır. O zaman M və N nöqtələr arasındakini istəyərsə, biz yenidən ümumi ardıcılda ikisinin cəmi olacaq. Yəni U və U böl 3-ü toplayırıq. Bu da 1 tam 3'də 1, 3'də 4 U-ya bərabər olacaq. Yəni Y variantı. 43-cü test 30-cu testlə bənzərlik təşkil edir. Burada qeyd olunur ki, K açarını açdıqda tutumu S1 olan kondensatorun yükü necə dəyişər? İndi buradan fikir versək, əgər açdıqda deyirsə, belə çıxır ki, ilk öncə bu qapalı hala baxılır. Qapalı halda qeyd etdiyimiz kimi öncəki testdə hər birinin də tutumu əlbəttə ki, eynidir. Buna S və bunu da S deyə bilərik. Qapalı halda cərəyan S1 kondensatordan keçir, yəni S2-yə gəlmədən, daha doğrusu yüklərimiz S2-yə gəlmədən birbaşa yəni dövrəni tamamlayır. Yəni burada dövrədə 1S-dən demək söhbət gedir. Lakin açdıqda artıq bu hissənin heç bir mənası qalmır. Çünki buradan cərəyan yük axımı baş verməyəcək. Müsbətdən axan cərəyan, yəni yük axımı artıq buradakı dövrə açıq olduğuna görə həm də S2-dən keçəcək. Yəni tamamilə ardıcıl olacaqlar. Ardıcıl olanda da biz hər birinin tutumu S-dirsə, ümumi tutumu S ümumi bərabərdir S böl 2 deyəcəyik. Çünki 2 dənədir sayı olaraq. Göründüyü kimi qapalı halda əgər S-dirsə, açıq halda artıq S böl 2 olur. Və tutumumuz azaldığı görülür və 2 dəfə azaldığı görülür.